Vaxtınız xeyir. 2025-ci il coğrafiya DİM 2-ci hissə toplu testlərinin bioehtiyatların yer kürəsində paylanması mövzusu ilə bağlı testlərin izahını verərik. Gəlin başlayaq. Birinci test. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqin daha böyük olduğu təbii zonalar. Biz bilirik ki, buxarlanma ilə buxarlanma qabiliyyətinin fərqi daha çox, yəni daha yüksək olur tropik, yəni quru tropik iqlim qurşağında. Çünki quru tropik iqlim qurşağında buxarlanma qabiliyyətinin miqdarı çox yüksəkdir, çünki temperaturu çox yüksəkdir. Lakin buxarlanma azdır, çünki su ehtiyatı yoxdur. Burada da ən böyük olduğu təbii zonanı istəyir. Bu da tropikin quru, yəni quru tropikdə olan səhra və yarım səhra təbii zonası olacaq. Yəni düzgün cavabımız olacaq B variantı. Tropik iqlim qurşağında buzlaqlar əmələ gələ bilər. Ərazi zəif parçalanıbsa, bunun heç bir aidiyyatı olmaz. Ərazi qar xəttindən yuxarıda yerləşirsə. Bəli, əgər ərazi daha hündürdürsə, yəni tropik iqlim qurşağında ərazi qar xəttindən hündürdə yerləşirsə, orada buzlaq əmələ gələ bilər. Ona görə düzgün cavabımız elə B variantı olacaq. Üçüncü suala baxaq. Afrikada yerləşən səhralar, Kalahari səhrası doğrudur, Namib səhrası doğrudur, Liviya səhrası doğrudur. A variantı doğru olacaq. B variantında Kalahari doğru olsa da Tarla Qızılqum Asiyadadır. C-də Böyük Səhra doğrudur, Atakama Cənubi Amerikadadır, Rubal Xali Asiyadadır, Ərəbistan yarımadasındadır. Ona görə C-də olmaz. Namib doğrudur, Gobi Asiyadadır, Viktoriya Avustraliyadadır. Rubal Xali Ərəbistandadır, Böyük Səhra doğrudur, amma Qaraqum da Asiyada, Mərkəzi Asiya regionunda yerləşir. Ona görə düzgün cavab olacaq A variantı. Avustraliyanın və Afrikanın bitki örtüklərinin qismən bir-birinə oxşar olmalarının səbəbi ən rütubətli materiklərdir. Xeyr, Avustraliya ən quraq, Afrika isə ən isti materikdir. Bütövlükdə qərb yarımkürəsində yerləşir. Xeyr, bunlar bütövlükdə qərb yarımkürəsində yerləşmir. Geoloji keçmişdə Gondwana qurusunun tərkib hissələri olublar. Doğru cavab C variantı olacaq. Çünki bu materiklər geoloji keçmişdə Gondwana qurusuna aid olduğu üçün, yəni bitki aləmi də bir-birinə oxşardır. Avrasiyaya daha yaxın yerləşirlər, Avstraliya daha uzaqdır. Bütövlükdə buzlaşmaya məruz qalırlar, bu da yanlışdır. Tropik səhralarda fiziki aşınmanın intensivliyi asılıdır. Buxarlanma qabiliyyətinin buxarlanmadan az olmasından, tropik səhralarda buxarlanma qabiliyyəti buxarlanmadan çoxdur. Sutkalıq amplitudunun kiçik yox, böyük olmasından olmalıydı. Sutkalıq temperatur amplitudunun böyük olmasından. C variantı doğru olacaq. Çünki sutka ərzində gündüz tropik səhralarda hava çox isinir. Gecə isə çox soyuyur və amplituda, yəni temperatur fərqi çox olur. Bu da fiziki aşınma, yəni suxurların mexaniki olaraq parçalanmasına səbəb olur. Yəni təsəvvür edin ki, bir suxur gündüz çox isinir, gecə isə çox soyuyur. Qarışıq meşələr və tayqanın yayıldığı ərazilər. Şimali Amerika və Avrasiyanın mülayim iqlim qurşağında doğru cavabımız da elə A variantı olacaq. Çünki qarışıq, yəni tayqa meşələri mülayim iqlim qurşağındadır. Xüsusilə də tayqa meşələri mülayimin şimal sərhədindədir. Ona görə A variantı doğru olacaq. Afrika subtropik iqlim qurşağı yazıb B yanlışdır. C-də Cənubi Amerika subtropik iqlim qurşağı yazıb yenə yanlışdır. D-də tropik iqlim qurşağı yazıb yanlışdır. G-də də subekvatorial yazıb, bu da yanlış olacaq. Torpaqların şoranlaşmasına səbəb olan əsas amil. Buxarlanmanın az, yağıntının çox olması bu şoranlaşmaya səbəb olmaz. Ona görə yanlışdır. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqin az olması. Şoran ərazilərdə buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq çox olur. Burada heç bir aidiyyatı olmaz. Torpaqlarda humusun çox olması şoranlaşmaya səbəb olmaz. Qurunc suların səviyyəsinin səthə yaxın olması. Bəli, qurunc suları səthə yaxın olur və getdikcə çoxaldıqca suyun üzərinə çıxır və torpağı şoranlaşdırır. Ona görə D variantı doğru cavabımız olacaq. Rütubətli əmsalı vahiddən böyük olması, bu da olmaz. Doğru fikri müəyyən edin. Fiziki aşınma tropik səhralarda daha intensiv olur. A variantı doğrudur. Mərcan adaları mülayim iqlim qurşağında yayılmışdır. Mərcan adaları əsasən isti enliklərdə yaranır. Ona görə burada mülayim iqlim qurşağı yox, tropik və yaxud subekvatorial, ekvatorial iqlim qurşağı olmalıydı. B yanlışdır. Soyuq okean cərəyanları sahildə rütubətli iqlim şəraiti yaradırlar. Bu yanlışdır. Soyuq okean cərəyanları suyun buxarlanmasını azaldır. Su buxarlanması az olduğuna görə sahil bu ərazilərdə quru iqlim yaranır. Yəni yağıntı az olduğu üçün quru iqlim yaradır. Mövsümi dəyişkənlik ekvatorial qurşaqda kəskin nəzərə çarpır. Ekvatorialda bir fəsil olur. Mövsümi dəyişkənlik subtropik və mülayim qurşaqlarda kəskin nəzərə çarpır. Düzənliklər əsasən litosfer tavalarının kənarlarında yerləşirlər. Litosfer tavalarının kənarları əsasən dağlardır, çünki toxuşma zonalarıdır. Düzənliklər əsasən litosfer tavalarının mərkəzidir. 9-cu sual. Fiziki aşınmanın daha intensiv getdiyi ərazilər. Fiziki aşınma tropik
səhralarda, yəni quru iqlimə malik olan, arid iqlimə malik olan səhralarda müşahidə olunur. Braziliya yayləsi rütubətlidir, olmaz. Böyük Çin düzənliyi subtropik mussonda olmaz. Qərbi Sibir ovalığı da olmaz. O da mülayim iqlim qurşağıdır. Meksika yaylası, Amazon ovalığı rütubətli iqlimdir, olmaz. Böyük səhra olar, Qərbi Sibir olmaz. Mesopotamiya ovalığı quru iqlimdə olar. C də yanlışdır. Tar səhrası olar, doğrudur. Orta Dunay rütubətli iqlimdir, mülayim kontinentaldır. Hind-Ang ovalığı o da rütubətli iqlimdir, subekvatorialda olmaz. Böyük səhra olar, İran yaylası subtropik kontinentaldır, olar. Atakama səhrası da quraq iqlimdə olar. Ona görə düzgün cavabımız olacaq Y variantı. Cənubi Amerikanın selvası Afrikanın rütubətli ekvatorial meşələrindən nə ilə fərqlənir? Cənubi Amerikanın selvası deyərkən, yəni Cənubi Amerikanın ekvatorial meşələrini nəzərdə tutur. Ekvatorun hər iki tərəfində yerləşmişdir. Bu hər ikisinə aiddir. Çünki hər ikisi ekvatorun hər iki tərəfində var. Bu doğru fikirdir hər ikisi üçün. Yəni oxşardır, götürmürük. Daha geniş əraziləri əhatə etməsi ilə. Cənubi Amerikada ekvatorial meşələr Afrikanın ekvatorial meşələrindən daha geniş ərazi tuturlar. Bu doğrudur. Yəni fərqləndirən xüsusiyyətdir. Meşələrin çox yarıslılığı ilə ekvatorial meşələr ümumilikdə hamısı çox mərtəbəli olur. Yəni çox yarıslılığı ilə seçilir. Bu oxşardır. Qırmızı ferralit torpaqlara malik olması, bu da oxşar xüsusiyyətdir. Alçaq təzyiq qurşağında yerləşməsi, hər ikisi ekvatorialda yerləşdiyi üçün ekvatorialda alçaq təzyiqdir. Qərb yarımkürəsində yerləşməsi üçün, bu da doğru olacaq. Düzgün cavab olacaq 2-6. Atakama və Namib səhralarına aid olmayan cəhət. Tropik iqlim qurşağında yerləşirlər, hər ikisi cənub tropik iqlim qurşağıdır, doğrudur. Soyuq okean cərəyanının təsiri ilə formalaşır. Atakama, Peru cərəyanı, Namib səhrası da Bengel cərəyanıdır. Bu da oxşardır. Alçaq təzyiq qurşağında yerləşirlər. Xeyr, hər ikisi yüksək təzyiq qurşağında. Çünki tropikdə yüksək təzyiq olur. Bu aid olmayan xüsusiyyətdir. Düzgün cavabımız da C variantı. Aid olduqları materiklərin qərbində yerləşirlər. Doğrudur. Hər ikisi cənub-qərbdədir. Cənub yarımkürəsində bu da doğrudur. 12-ci sual. Daha az landşaft qurşaqları müşahidə edilir. Subekvatorial qurşaqda yerləşmiş hündürlüyü 4000 metr olan dağlarda. Xeyr, bu olmaz. Yəni, daha az landşaft deyilsə, bu qütbə yaxın ərazilər olmalıdır ki, orada landşaft aydın seçilmir. Burada da ən uyğun cavab Y variantı olacaq. Arktik qurşaq 3000 metr hündür olan dağlardır. 13-cü sual. Atakama və Namib səhraları üçün ümumi cəhət. Materiklərin şərqi yox, qərbi olmalıydı, yanlışdır. Alçaq təzyiq yox, yüksək təzyiq olmalıydı, yanlışdır. İsti okean cərəyanı təsiri ilə formalaşıblar. Xeyr, soyuq okean cərəyanlardır. Soyuq okean cərəyanı təsiri ilə formalaşıblar. Düzgün cavab olacaq D variantı. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərq azdır, xeyr, çoxdur. Yadda saxlayaq ki, səhralarda buxarlanma qabiliyyəti çox, buxarlanma isə azdır. Ona görə fərq çox olacaq. Şimal mülayim iqlim qurşağının tərkibində yaranan təbii zonalar. Codyarpaqlı həmişəyaşıl meşələr subtropikdə yaranır. Bu yanlışdır. Savanna və seyrək meşələr subekvatorial iqlim qurşağında yaranır, tropikdə də yarana bilər, bu da yanlışdır. Səhra və yarım səhra yarana bilər, belə deyək, kontinental iqlimdə yarana bilər. Çöl və meşə çöllər mülayim iqlim qurşağında, mülayim kontinental iqlimdə yarana bilər. Qarışıq və enli yarpaqlı meşələr bu əlbəttə ki, mülayimdə yaranır, bu da doğrudur. Tundra, meşə tundra subarktikdə yaranır, bu yanlışdır. Düzgün cavabımız olacaq 3, 4, 5, C variantı. Avrasiyada buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqin böyük olduğu ərazilər. Əlbəttə ki, biz burada quru iqlimə malik olan səhraları götürməliyik. Qobi yaylası olar. Skandinaviya yarımadasında buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərq böyük deyil, ona görə bu yanlışdır. Ərəbistan yarımadası olar. Yava adası yanlışdır. Təkləməkan yaylası olar, səhradır. Qərbi Sibirdə yanlışdır. Düzgün cavab olacaq A variantı. Avrasiyanın subarktik iqlim qurşağı üçün səciyyəvi təbii zonaları. Tayqa mülayim iqlim qurşağıdır. Qarışıq meşə mülayimdir. Enli yarpaqlı da mülayimdir. Düzgün cavabımız olacaq 2-4. Tundra, meşə tundra. Daha çox yüksəklik qurşaqlarının yarandığı dağlar. Daha çox yüksəklik qurşağının yarandığı dağlar deyilsə, bu dağlar hündür dağlar olmalıdır və orta enliklərdə yerləşməlidir. A variantında Appalaç alçaqdır, Ural şimaldadır, Atlas olardı, amma ki A variantı yanlışdır. B variantı düzgün cavabımızdır. Ant, Kordilyer və Qafqaz hündürlükləri çoxdur və orta enliklərdir. Böyük su ayrıcı olmaz, alçaqdır. Krım alçaqdır, Kap, Appalaç bunlar da alçaqdır. Ona görə düzgün cavab olacaq B variantı. Qırmızı sarı ferralit torpaqlarının geniş yayıldığı təbii zona və ölkələr. Qırmızı sarı ferralit
torpaqlar ekvatorial meşələrin torpağıdır. A, B və C variantlı yanlışdır. Ekvatorial meşələrdə Mərakeşdə olmaz. Mərakeş Afrikanın şimalıdır. Ona görə bu da yanlış olduğu üçün düzgün cavabımız olacaq D variantı. Braziliya, Kongo, İndoneziya. Çimli podzol torpaqlarının geniş yayıldığı təbii zona və ölkələr. Çimli podzol torpaqlar mülayim iqlim qurşağında qarışıq meşələr təbii zonasındadır. A variantında mussondur, B ekvatorial, C savanna, D də getdi. Düzgün cavabımız olacaq D variantı. Ölkələrdə Finlandiya, ABŞ, Rusiya olar. Doğrudur. Şimali Afrika səhralarını Avstraliya səhralarından fərqləndirən cəhət. Sutkalıq amplitudun böyük olması hər ikisində böyükdür. Savanna ilə səhralar arasında quru kolluqların yerləşməsi, bu da hər ikisində mövcuddur. Yüksək təzyiq sahəsində yerləşməsi, tropik iqlim qurşağında olduqları üçün doğrudur bu da. Vahələrin geniş yayılması. Bu əsas fərqdir. Çünki Şimali Afrikada vahələr mövcud olsa da Avstraliyada vahələr yoxdur. Bu doğrudur. Heyvan bitki aləminin növ müxtəlifliyi, bəli, bu da yəni oxşar xüsusiyyətdir. Düzgün cavabımız olacaq 20-də D variantı. 21. Zodialpaqlı həmişəyaşıl meşə və kolluqların yayıldığı əraziləri müəyyən. Subtropikin Aralıq dəniz iqlim tipində yayılmışdır. Bu da 1, 5 və 6 olacaq B variantı. Musson meşələrinin yayıldığı ərazilər müəyyən edilir. Musson meşələri subekvatorialda, subtropik mussonda və mülayim musson iqlim qurşaqlarında yayılmışdır. B-də savannadır, 5-də savannadır, 3-də ekvatorial meşələrdir, 2-də tropik səhradır, 7-də də qarışıq meşələrdir. Düzgün cavabımız olacaq 1, 4, 6, Y variantı. Afrika və Cənubi Amerika üçün ümumi olmayan cəhət. Ekvator xətti kəsir, oxşardır. Gondwanaya aiddir, bu da oxşardır. Şimalında tropik səhralar geniş sahətdir. Baxın, Cənubi Amerikanın şimalında səhra yoxdur. Ona görə bu yanlışdır. Yəni, aid olmayandır. D və Y də doğrudur. Xəritə sıxımında rəqəmlərlə verilən ərazilərə aid olan xüsusiyyətləri müəyyən edin. Gəlin baxaq. 2. Qarışıq meşələr geniş yayılıb. 2. Cape York yarımadası burada savanna və dəyişkən rütbətli meşələrdir. A olmaz. 1. Çöllər və meşə çöllər geniş yayılıb. Tropikdə çöl və meşə çöl olmaz. B də yanlışdır. Səhradır bir də. 4. Zodiarpaqlı həmişəyaşıl meşə kolluqlar yayılıb. Doğrudur. Çünki subtropikin Aralıq dənizidir. Aralıq dənizində zodiarpaqlı meşə və kolluqlardır. Bu doğrudur. 5. Musson meşələri yayılıb. 5-də savanna və seyrək meşələrdir. 3. Yarım səhradır. Xeyr, orada dəyişkən rütbətli meşələrdir. Hündürlük qurşağının demək olar ki, müşahidə olunmadığı materik və bunun səbəbi Antarktida qar xəttinin okean səviyyəsində olmasıdır. Bu doğru olacaq. Çünki Antarktida materikində qar xətti okean səviyyəsindədir. Soyuq olduğu üçün. Və orada hündürlük qurşağı aydın seçilməz. Elə A variantı 25-ci sualımızda düzgün cavab olacaq. 26-cı sual. Şimali Amerikanı Avstraliyada fərqləndirən cəhətlər. Sahil xəttlərinin çox parçalanması. Şimali Amerika Avstraliya nisbətdə sahil xətti çox parçalanıb. Bir doğrudur. Buzlaq relif formalarının geniş yayılması. 2 də doğrudur, çünki Şimali Amerikada buzlaq relif formaları geniş yayılıb. 4-cü dövr buzlaşmasına məruz qalıb. Cavan dağların mövcudluğu. Şimali Amerikada cavan Kordilyer sahil silsiləsi olsa da Avstraliyada cavan dağ yoxdur. Bu da fərqləndirən. Ərazisinin qədim platformada yerləşməsi. Hər ikisinin, materikin hər ikisinin bünövrəsi qədim platformadır. Oxşardır bu. Zəngin daş kömürü yataqlarına malik olması. Şimali Amerikada Appalaç, Avstraliyada böyük suarici dağlar daş kömürü yataqları ilə zəngindir. Bu da oxşardır. Düzgün cavabımız olacaq A variantı. Şimali Amerika materikini Cənubi Amerikadan fərqləndirən əlamətlər. 2 yarımkürədə yerləşir. Şimali Amerika 2 yarımkürə, Cənubi Amerika 3 yarımkürədir. Bir doğrudur. Bütövlükdə qədim platforma üzərində yerləşmişdir. Hər ikisinin bünövrəsi qədim platformadır. Bu oxşardır. 3 okean suları ilə əhatə olunublar. Şimali Amerika 3 okeandır, amma Cənubi Amerika yalnız 2 okeandır. Sakit və Atlantik. Daha yüksək illik temperatur amplituduna malikdir. Bu doğrudur. Çünki mülayimin kəskin kontinentalı orada yerləşir. Mülayim iqlim qurşağında olduğu üçün illik amplitudda da böyükdür. Qərb hissəsi faal seysmikliyə malikdir. Hər ikisinin qərbi faal seysmikdir. Düzgün cavab olacaq B variantı. 1, 3, 4. 28-ci sual. Atakama və Namib səhralarının əmələ gəlməsinin səbəbləri. Qalxan hava kütlələrinin təsiri. Qalxan hava olan yerlərdə səpələnən radiasiya olur, yağıntılı olur. Burada da səhra ola bilməz.
İl boyu temperaturun aşağı olması, səhralarda il boyu temperatur yüksək. Alçaq atmosfer təzyiq quşağında yerləşmələri, xeyr, bunlar yüksək təzyiq quşağıdır. Dağ sistemləri ilə əhatə olunmaları, xeyr. Yəni, nami biçimi doğru deyil. Müvafiq olaraq soyuq Peru və Bengal cərəyanlarının təsiri Y variantı doğru cavabımız olacaq. Böyük səhra və böyük Viktoriya səhralarının yaranmasının əsas səbəbi. Yadda saxlayaq, səhraların yaranmasının əsas səbəbi kontinental iqlim, yüksək təzyiq quşağında və enən havanın olduğu ərazilərdə formalaşmasıdır. Burada düzgün cavabımız olacaq C variantı. Yüksək təzyiq quşağında yerləşmələri və havanın enən hərəkəti. Həmçinin soyuq cərəyanlarda təsir eləyə bilər. İndi böyük səhra ilə böyük Viktoriya çox da soyuq cərəyan təsir eləmir. Şimali Afrikaya aid xüsusiyyətlər. Səhralar geniş yer tutur. Bəli, böyük səhra buradadır. Bir doğru. Filiz mənşəli faydalı qazıntılar yox, qeyri-filiz mənşəli faydalı qazıntılar yayılıb. 2 yanlışdır. Əsasən yanar faydalı qazıntılar şimal hissədə. Çökmə mənşəli faydalı qazıntılarla zəngindir, doğrudur. Codiyarbaqlı meşə və kolluqlar yayılıb. Bəli, şimalında codiyarbaqlı meşə və kolluqlar yayılıb. Bu da doğrudur. İqlimi isti və rütubətlidir, isti və qurudur. Çay şəbəkəsi sıx yox, seyrəkdir, çünki səhra iqlimidir. Quru iqlim şəraitinə malikdir, bu da doğrudur. Düzgün cavab olacaq 1, 3, 4, 7, B variantı. Afrika materikinin şimal hissəsində səhranın cənuba nisbətən daha geniş sahə tutmasının səbəbi. Çay və göl şəbəkəsinin sıxlığı, bu əlbəttə ki, olmaz. İsti cərəyanların təsiri, bu da olmaz. İsti cərəyanlar səhra yaratmır. Şimalında dağlıq relyefin, cənubunda düzənliklərin üstünlüyü, hər ikisində düzənliklər üstünlüyü təşkil edir, C də olmaz. Ərazinin böyüklüyü qərbdən şərqə doğru geniş məsafədə uzanması. Bu D variantı doğru cavabımız olacaq. Çünki şimal səhralar, yəni şimalında, Afrikanın şimalında olan səhralar. Ərazi daha geniş olduğu üçün, daha enli olduğu üçün, qərbdən şərqə doğru daha böyük məsafədə uzandığı üçün səhralarda daha geniş sahədir. D variantı doğrudur, Y də olmaz. Xəritə çıxımında rəqəmlərlə uyğun təbliğ zonalarının müvafiq ardıcıllığını müəyyən edin. 1. Həmişəyaşıl meşələr olmaz, codiyarbaqlı meşə və kolluqlardır. 2-də də qarışıq meşələr olmaz. 3-dəki savannalar olmaz. Yəni, əgər burada 1-ə baxsaq, subtropikin aralığıdır. Bura olacaq codiyarbaqlı meşə kolluqlar. 2-yə baxsaq, savanna və seyrək meşələr olacaq. Çünki subekvatorialdır. 3-ə də baxsaq, tropik quru səhra, yəni səhra iqlimi yaradacaq. Gəl indi burada variantlardan tapaq. 1. Codiyarbaqlı meşə, 2. savanna, 3 səhra, yəni düzgün cavabımız 32-də olacaq D variantı. Kordilyer dağlarının mərkəzi hissəsində yarımsəhra landşaftının yaranmasının səbəbi. Təsəvvür edək ki, Kordilyer dağları 3 hissədən ibarətdir. Qərbi sahil silsiləsidir, özü də hündür silsilədən ibarətdir. Şərqində də qayalı dağlardır, mərkəzində də platolardır, yaylalardır. Qərbindən gələn rütubətli havanın qabağını sahil silsiləsi tutur. Şərqindən də gələn, yəni belə deyək, Atlantik okeanı üzərindən gələn havanın da qarşısı kəsilir. Onsuz da böyük məsafədə uzaqda yerləşir həmçinin və qayalı dağlar da orada var. Bu məntiqlə ortada rütubətli hava daxil ola bilmədiyi üçün yarımsəhra landşaftı yaranacaq. Bunun da yaranması səbəbi dağ silsilələrinin olmasıdır. Yəni düzgün cavabımız olacaq D variantı. Cənubi Amerikada rütubətli ekvatorial meşə zonasına aid olmayan xüsusiyyət. Hündür ot örtüyünün olması. Cənubi Amerikada rütubətli ekvatorial meşələr təbii zonasında hündür ot örtüyü olmaz. Yəni orada sıx ot örtüyü olar, amma hündür ot örtüyü olmaz. Bu yanlışdır. Qırmızı sarı ferralit torpaqlar, bu doğrudur. Yanğınlar il boyu bərabər paylanır, bu da doğrudur. Sıx meşə örtüyü, bu doğrudur. Fəsillər müşahidə edilməməsi, bu da doğrudur. Düzgün cavabımız elə A variantı olacaq. O daha çox savannalara aid xüsusiyyətdir. Şimali Amerika materiki üçün səciyyəvidir. Şimalında buzlaq mənşəli reformalarının üstünlük təşkil etməsi. Bu doğrudur. Yəni, düzgün cavabımız da elə olacaq 35-də A variantı. Çünki şimalı buzlaq mənşəli reformaları 4-cü dövr buzlaşmasına məruz qalıb. Şərq hissəsində hündür dağ sisteminin uzanması qərbi olmalı idi. Prerilərin enlik yox, uzunluq, yəni meridional istiqamətdədir. Dağların şimaldan gələn hava kütlələrinin qarşısını kəsməsi, dağların qərbdən gələn hava kütlələrinin qarşısını kəsir. Ekvatorial meşələrin geniş yayılması, Şimali Amerikada ekvatorial meşələr yoxdur. Cənubi Amerika materikinə aid olmayan təbii zonalar. Mülayim qurşağın meşələri. Cənubi Amerikada mülayim qurşağın meşələri təbii zonasına rast gəlinir. Çöllərə də rast gəlinir, pampalar, səhralara da rast gəlinir. Çünki Atakama səhrası var. Savanna Cənubi Amerikada var, subekvatorialda, səhrada var, yarım səhrada var.
Tayqa. Cənubi Amerikada tayqa təbii zonasına rast gəlinmir. Tundra da burada yoxdur. Subarktik yoxdur, meşə tundrada yoxdur. Düzgün cavab elə C variantı. Enliyarpaqlı meşələr. Enliyarpaqlı meşələr demək olar ki, yoxdur. Tayqa yoxdur, codyarpaqlı meşə var, amma D variantı yanlışdır. Selvas var, Lianos var, Pampa da var. Bunlar üçü də elə Cənubi Amerikadadır. Selvas ekvatorial meşələrdir, Lianos şimalda olan savanna və seyrək meşələrdir, Pampa da çöl təbii zonasıdır. 37-ci suala baxaq. Turan ovalığında səhra və yarım səhraların geniş yayılmasının əsas səbəbi. Deyir, Turan ovalığında səhra və yarım səhra niyə geniş yayılıb? A variantında deyir ki, çayların bolsulluq dövrünün qısalması. Yəni bu zaten onun səbəbi ola bilməz. Burada sual verilir ki, səhra və yarım səhra nə üçün yaranıb? Səbəb nədir? B-də yazıb ki, rütubətləmə əmsalı vayda yaxın. Rütubətləmə əmsalı vayda yaxın olsaydı səhra yaranmazdı. Materik daxili mövqeyə malik olması C variantı doğru olacaq. Çünki okeanlardan uzaqda yerləşdiyi üçün, yəni materikin mərkəzində yerləşdiyi üçün okeanlardan gələn rütubətli hava bura daxil ola bilmir və burada səhra yaranacaq. Düzgün cavab C. Düzənlik relyefinin üstünlüyü bu olmaz. Yəni bu məntiqlə onda bütün düzənlikdə səhra olmalıdır. Şimal buzlu okeanın təsiri bu da olmaz. Düzgün cavab olacaq C variantı.